Deməli uşaqlar AXC-nin davamını çəkirik. Bilmirəm o birinci hissəmiz nə yerdə idi. Deməli biz AXC-nin yaranmasını falan kifayət qədər yəni mənimsəmişik. 5 dənə hökumət olduğunu, Milli Şuranın, parlamentin, ikinci hökumətin qanunverici orqan olduğunu, ikinci hökumət yəni müvəqqəti olaraq qanunverici funksiyaları yerinə yetirdiyini, Azərbaycan torpaqlarının geri qaytarılmasında Azərbaycana Osmanlı qoşununun Qafqaz İslam Ordusu adı altında dəstək olduğunu, sonra Azərbaycan torpaqları uğrunda Bakı Xalq Komissarlar Sovetindən dalaşdığını, Bakını ingilislərin əlindən aldığını, Densterlin Azərbaycanı tanımayıb Thomsonu tanıdığını, bu hissələr kifayət qədər həyata keçməyən islahatları. Mənə sosial, iqtisadi, siyasi, mədəni, hərbi tədbirlər ən çox maraqlıdır. Deməli, biz bunu testdə çox asanlıqla əslində tapa bilərik. Çünki dövlət quruculuğu deyirsə, tutaq ki, bayraqdır, vətəndaşlıqdır, atributlardır, siyasətdir. Bunlar hamı dövlətə maraqlı bir şeylərdir də. Mənə nə deyir? Deyir 24 iyunda 8 güşəli bayrağım, 27 iyunda dil. Əslində bu dil cəmaata da maraqlıdır. Amma ən çox dövlətin marağındadır, yəni dövlətin atributudur. 9 noyabrda 3 rəngli bayrağım, 7 dekabrda parlament öz fəaliyyətinə başlayıb. Sonra 1919-cu ilin iyul ayında Müəssisələr Məclisinin çağırılması haqqında qərar imzalanıb, amma qüvvəyə minməyib. 11 avqustda vətəndaşlıq haqqında qanun, hər kəs Azərbaycanda yaşayırsa vətəndaş olmalıdır, Azərbaycan vətəndaşlığını qəbul eləməlidir. Yelizavetpol 1804-dən Yelizavetpol adlanırdı. Adı qaytarıldı, özünə oldu Gəncə. Cəbrailə Qaryagin deyirdilər, adı qaytarıldı özünə. Sonra bu heç bu cümlə sizə lazım deyil, bu heç. Bu mənim olur dövlət quruculuğum. Yəni siyasətlə bağlı bir şey olur, dövlət quruculuğu. Ordu quruculuğu, təbii ki adı üstündə ordu. Biz yarandıq. 19 iyunda ölkədə hərbi vəziyyət elan olundu. Niyə? Nuru Paşa Azərbaycanda AXC-nin gəldi Gəncəyə girdi 16 iyunda. Azərbaycanda gördü Azərbaycanın demək olar ki heç nə yoxdur da, yəni qanunverici, ordusu, dili, heç nə demək olar ki yoxdur Azərbaycanın. Biraz etimadsızlıq göstərdi, yəni laqeyd yanaşdı bizə. Bundan da istifadə elədi AXC-nin düşmənləri, başladılar aktivləşməyə. Və bu zaman Azərbaycanda 19 iyunda hərbi vəziyyət elan olundu. Və 26 iyunda ordumuzu yaratdıq. 1 noyabrda hərbi nazirliyimizi yaratdıq. Hərbi nazir Xosrov bəy Sultanovda olub, Səməd bəy Mehmandarovda, sonra onun müavini Əliağa Şıxlinskidə olub. Baş qərargah yaradıldı. Təbii ki, baş qərargah mütləq ordunun qərargahı, qərar verən yeri olmalıdır da. Rəhbər də Sulkeviç idi. Osmanlı qoşunu əsasında hazırlanırdı bu. Baxın, Osmanlı sayağı, qoy belə deyək də, Osmanlı sayağı hazırlanırdı. 19-un 11 iyulunda Əks İnqilabla Mübarizə Komitəsi yaradıldı. Bu bilirsiniz nə üçün idi? Bunu dövlət quruculuğuna da götürmək olur, uşaqlar, hərbiyə də götürmək olur. Nə üçün idi bu? Elə bir biz dedik ki, Dağıstan 19-cu ilin yayında Denikin tərəfindən tutuldu. Biz getdik ki, Dağıstana kömək eləyək. Thomson dedi ki, eləməyin. Biz də getdik Gürcüstanla ikimiz. Əslində Ermənistanda təklif eləmişdik. Prosta Ermənistan gəlmədi. Gürcüstan, Azərbaycan razılığa gəlib hərbi şura yaratdılar ki, ola bilsin Denikin Dağıstandan üz aşağı düşərsə, Qafqaz üçün təhlükə yaradarsa bir-birimizə kömək eləyərik. Və eləcə də sərhəddə Əks İnqilabi Mübarizə Komitəsi yaratdı. Bakıda hərbi məktəb açdırıb. Büdcənin 1/4 orduya xərclənirdi. Gürcüstanla hərbi saziş var. Hətta təkcə hərbi saziş yox, hərbi şura da var. Eləcə də Gürcüstanda səfirlik var, konsulluq var. Bunları da yadınızda saxlayın. 19-un ortalarında da Thomson gedərkən öz silah sursatını verdi mənlə Denikinə. Mənim də Xəzər dənizində donanmam oldu. Ticarət donanmam var idi, hərbi donanmam oldu. 20-nin fevral ayında İtaliyanla saziş imzalamışıq. Həmin sazişə əsasən hərbi sazişdir bu. Hərbi saziş. Amma 20-nin aprel ayında da mənim İtaliyanla sazişim var. Adı da Sanremo'dur. O elə bir ki, növbəti səhifədədir. Sanremo. Bu iqtisadi müqavilədir. Elə bir İtaliyana 2 dənə müqaviləm var. Biri hərbi, biri də iqtisadi. 20-nin fevralında hərbi müqaviləmdir. 20-nin aprelində iqtisadi müqaviləmdir. Sonra gələm iqtisadi quruculuq. Adı üstündə. İndi iqtisadini ayrı yazmışam deyəsən mən. Sosialı ayrı.
Amma yox, elə desən bir yerdə yazmışam. Hə, sosial ayrı yazmışam, iqtisadini ayrı. Amma bunlar bir yerdə gedirlər artıq. Köhnə kitablarda ayrı-ayrı salınırdı testlərdə. İndi bir yerdə salınır. Deməli, qadağa var, azad ticarət. Demək, kim istəyir azad ticarət eləyə bilər. Qadağa yoxdur. Daha doğrusu qadağa ləğv olunub. Ləğv. Azad ticarət var. Sonra İstanbulda manatı gedib sifariş vermişik. Bondu, yəni manatdı, bankda 22 sentyabrda bondu, yəni manat 18-ci ilin, 19-cu ilin sentyabrında bankdı. Bakı Xalq Komissarlar Soveti hər şeyimizi milliləşdirmişdi. AXC hamını qaytardı öz sahiblərini, bir dənə təhsili öz nəzarətində saxladı. Himayədarlıq Nazirliyi yaradıldı. Bundan ilinə fikir verin, ən azından ayı yadınızda qalmasa da. Maaş artımı oldu 18-də. 19-cu ildə uşaqlara yardım olundu, aqrar qanundu, baxın sonra bu torpaq qanunudur. Bunlar həyata keçmədi. Deməli 18-də Himayədarlıq Nazirliyi idi, maaşın artırılmasıdır. 19-da uşaqlara yardımdır, bankdır. 20-də də torpaq qanunu da həyata keçməyib. Keçirin mədəni tədbirlərimizə. Mədəni də adı üstündə mədəniyyətlə bağlıdır. Azərbaycan dili dövlət dili oldu, təhsil məcburi oldu. Digər millətlər bu dili mənim dilimdə danışmalı, bilmirsə gedib gecə kurslarında öyrənməlidir. Məktəblər milliləşdi 28 avqustda. Müvəqqəti rus dilində, yəni danışa bilərsiniz. Sənədlərdə yox, danışa bilərsiniz, amma gedin öyrənin. Dövlət teatrı, ilk teatr 1873-dədir. Binası da 83-də tikilib, 1800. Amma dövlət teatrı varsa, qabağında dövlət söz varsa, bu 1918-in oktyabrındadır. Noyabrında da Nadir Şah faciəsi oynanılıb orada. Dalcanda Bakı tamaşası var idi, faciə. Bunlar oynanılıb. Sonra senzura ləğv olunub noyabrın 1-də Hərbi Nazirlik yarananda. Payızında 1876-cı ildə Qori müəllimlər seminariyası açılmışdı. 1879-da onun Azərbaycan şöbəsi açılmışdı. Elə bir Qori Gürcüstan şəhəridir. Orada müəllimlər üçün seminariya açılmışdı. Sonra orada bir dənə də otağı elə bir Azərbaycan üçün ayırdılar. Amma Qori müəllimlər seminariyasının Azərbaycana, Qazaxa köçürülməsi isə 1918-ci ilin payızındadır. 19 martında əlifba, ən azından 19 yadınızda saxlayaq. 3 dənə universitet açılmalıdır. Bakı Dövlət, Gəncə Aqrar, bir də konservatoriya. Yox, Dövlət Kənd Təsərrüfatı, hə, indi Gəncə Dövlət gedir də, baxın. Bakı Dövlət, Gəncə Dövlət Kənd Təsərrüfatı, bir də konservatoriya. Amma bir dənəsi açıldı, Bakı Dövlət açıldı. Sentyabrın 1-də açıldı, noyabrın 15-də dərslər başladı. Fakültədə tarixlə tibb fakültələri. Əslində fəlsəfədə düşünülürdü. 100 nəfər xaricə təhsil almağa getməli idi, onun 13 nəfər Rusun payına düşürdü. Olmadı. 7 milyon vəsait ayrılmışdı, amma Tağıyevdə öz vəsaitini əsirgəmirdi. Mətbuat haqqında nizamnamə var. Əsas qəzet təbii ki, Azərbaycan qəzetidir. Bu Cənubi Azərbaycanda da var belə bir qəzet. Sonra Qurtuluş, İstiqlal, Mədəniyyət kimi qəzetlər də var idi. İlk milli kitabxana var idi Axundovun adına, Mirzə Fətəli Axundovun adına. İlk milli kitabxana var idi. Türk Ocaq cəmiyyət var idi. Müsəlman şərqini öyrənən cəmiyyət var idi. İstiqlal Muzeyi, parlamentin yaranmasının il dönümündə parlamentin binasında İstiqlal, yəni Azadlıq Muzeyi tikildi. Və Rusiya tarixini deyil, ancaq Türk tarixini öyrənmək lazım idi. Azərtac yaradıldı, yəni teleqraf agentliyi, telefon deyək də. Telefon yox, məsələn, deyərsiniz ki, müəllim, teleqraf ilk dəfə 1864-68-ci illərdə. Telefonu isə 1911-12-ci illərdə Azərbaycanda. Mən agentliyini deyirəm. Teleqraf agentliyi. Maarif sahəsində əsas şey milli kadrlar. Yəni, AXC istəyirdi ki, bütün mədəniyyət sahəsində yerli adamlar otursun. Sonra gəlirik məsələlərimizə. Qarabağa falan. Əsas problem, biz İrəvanı verəndə demişdik ki, Qarabağla Naxçıvana dəyməyin. Amma dəyməyin nədir? Dəyməyin nədir? 1918-ci ilin yayında biz Göyçay döyüşlərində, Gəncə döyüşlərində başımız qarışanda ermənilər də tez bir şəkildə Qarabağda, Naxçıvanda aktivləşiblər. Naxçıvanı bizim üçün Osmanlı qoruyur. Qarabağ isə demək olar ki, qoruyan yox idi. Başımız da qarışıb Bakıya. Ona görə qalmışıq diqqətdən, Qarabağ qalıb diqqətdən kənarda.
Elə ki sonra parlamentimi yaratdım, Thomson məni tanıdı. Thomson kömək elədi ki, gedim Qarabağdan erməni siyasətçilərini qovum. Ermənilərə özümü tanıdım. Və hətta Qarabağı qorumaq üçün 1919-cu ilin yanvar ayında Qarabağ general qubernatorluğu da yaradılmışdı. Naxçıvan Türkiyə qoruyurdu. Hətta 1918-ci ilin oktyabrında Mudros sülhü ilə müharibədən çıxanda noyabrında Azərbaycanı tərk eləməli idi. Tərk eləyir, gedir Azərbaycanı tərk eləyib gedir. Onu da yola salmağa İngiltərə gəlib. Məqsəd Azərbaycan neftidir. Amma neynədir İngiltərə? İlk əvvəl istəyirdi ki, tanımasın Azərbaycanı, bir plaxoyluq salıb neftinə yiyələnsin. Amma biz ona bütün sənədlərimizin düz olduğunu göstərəndən sonra başladı bizə kömək eləməyə. Kömək də oldu ki, mən Denikinlə dalaşmağa qoymadı. Qarabağdan erməni milli siyasətçilərini qovdu. Cəmaatı yox ha, siyasətçilərini qovdu. Sonra gedərkən silah sursatını donanmada mənə verdi. Və hətta Osmanlı Azərbaycanı tərk eləyib gedəndə 1918-in noyabrından 19-un martına kimi Araz Türk Respublikası yaratmışdı. Martında sonra ermənilər, ermənipərəst ingilislər gəlib Naxçıvana yiyələndilər martdan iyula qədər. Sonra avqust ayından da Naxçıvan general qubernatorluğu öz işini yaradı. Yəni Qarabağı qorumaq üçün Qarabağ general qubernatorluğu yarandı 19-un yanvarında. Naxçıvanı qorumaq üçün Naxçıvan general qubernatorluğunu biz yaratmışıq. Araz Türkü tutaq ki, Türkiyə Osmanlı yaradıb. Türkiyə yox, Osmanlı. Sonra gəlirik Zəngəzur məsələsinə. Zəngəzur elə ki, Şərur Dərələyəz qeyri-şərtsiz verilmişdi ermənilərə. Qeyri-şərtsiz. Rusiya götürüb vermişdi heç kimə demədən. 1920-nin yayında. İndi 21-in yayında da Zəngəzuru vermək istəyir. Biz buna etiraz edirik, qoymuruq. Sonra təbii ki, vermək istəyəndə bunu, biz bunu qoymayacaq deyənə, bu qalacaq Sovetin dövrünə. Məsələn, AXC-nin dövründə Zəngəzuru nə gözləyirdi? Heç nə, Zəngəzurda ermənilər. Zəngəzur bilsiz haradı, o Naxçıvanla Azərbaycanı ayrı salan o ara. Amerikada təbii ki, ermənipərəstdir də. İngiltərədə ermənipərəstdir. 19-cu ildə Tiflisdə sazişin, noyabr, bunu xüsusi vurğulan saxlayın yadınızda. Tiflisdə saziş imzalayır. Amerika, İngiltərə bizi ilə. Ermənistandan Azərbaycana ki, hər kimi Zəngəzuru boşaldın hərbi cəhətdən. Razılaşıb boşaldırıq. Biz oyuna gedən kimi ermənilər təzədən qayıdırlar, 40 dənə kəndi dağıdırlar. Muğan Sovet Respublikası, sizin yadınızdasa biz köçürmə siyasətini eşitmişdik ki, Ruslar Şirvana, Lənkərana, bir də Qarabağa köçürülmüşdülər. Bax, Lənkərana. Lənkəranda olan Ruslar özləri üçün Muğan Sovet Respublikasını yaradıblar. 19 mayında yaradıblar, avqustunda Həbib bəy Səlimov gedib onu ləğv eləyib. İngilisin gəlişi də Dan Sterling tanımayıb, Thomsonu tanıyır, bunu da bilirik. Sonra xarici siyasət, qonşularla da birlikdə Rus bizi tanımayıb, Gürcüstan hərbi cəhətdən tanıyıb, erməni İrəvanı vermişdik tanıyıb, ilk tanıyan Osmanlıdır, İranda İngiltərənin yumruğu ilə tanıyıb. Hərbi müqavilən bir Gürcüstanlandır, bir İtalyanlandır. Konsulluq, səfirlik söhbəti də bir İrandadır, bir Gürcüstandadır. De facto tanıyan, faktiki olaraq tanıyan, deməli, faktla Antantadır. Sənədlə tanıyan isə İran idi, de jure, Azərbaycanı tanıyan. Bunları yəni azdan çoxdan demişik, bilirik. Fransa ümumiyyətlə heç üzümüzə baxmayıb, bizi tanımayıb. Amerikada tanımaq istəmirdi əvvəlcə ki, güya Naxçıvan ermənilərində biz oraya yiyələnmişik. Gəliblər Azərbaycana, Azərbaycanda başlayıblar. ABŞ deyirdi ki, gəlim Azərbaycanda Naxçıvanda general qubernatorluq yaradım. Mən nəzarət eləyim ora. Biz də buna təbii ki, rədd cavab verdik. Eləcə də yerli əhali, yəni Naxçıvan əhalisi çox inatçıl deyə. Onlar düşmənə can verən adam deyirlər. General qubernator sözü 2 dənə yerdədir. Bir Bakıdadır, bir Naxçıvanda. Bakıda yaradılıb. Dan Sterling gələndə Bakıda general qubernatorluq yaradıb 18-ci ilin avqust ayının 1-də. Naxçıvanda isə ABŞ yaratmaq istəyirdi, yarada bilmədi. Dağıstanla münasibətimiz də ki, bilirsiniz ki, çox gözəl olub. 19-un yazına kimi, yayında Denikin oranı tutanda bir belə əsəbləşmişik ki, gedib kömək eləyək. Sonra Thomson qoymayıb ki, ağıllı olun. Rusiya ümumiyyətlə bizi tanımayıb, hətta parlamentimizin içində Rusu sevənlərdən, baş hərflərini yıxsaq əmə alınır. Demək, əhrardır, müsavatdır, bir də ittifaqdır. Bax, bunlar Azərbaycanın tərəfində olan partiyalardır. Yerdə qalanlar Rusa xidmət eləyənlər idi.
və Azərbaycanın parlamentinin içində Rusun dəstəkləyənlər Komünist Partiyası yaradıb. İtaliyanda biz ki, birinci dünyadan sonra anlatmışlar ki, sənə Azərbaycan verəcəyik. O da bizi ilə ancaq hərbi və iqtisadi müqavilə bağlayıb. Bunda aylarını dedim sizə ki, 1920-nin fevralında hərbidir, aprelində iqtisadidir. İbrahim Ağa Usubov gedib bağlamışdı bunu. Almaniya il 12 ay tələ qurur, indi də elədir. Hətta 1918-in 27 avqustunda Rusiyanın gizli saziş imzalamışdı. Rusiya ona demişdi ki, Osmanlı AXC-nin arxasından çək, Bakını tuta bilməsinlər, mane ol buna. Mən də Bakı neftinin 1/4-ni sənə verəcəm. Amma Osmanlı buna rədd cavab vermişdi ki, biz Dördlər İttifaqındanıq da, dördlərdən müharibədə məğlub oluruq. Sən nə danışırsan? Nədən danışırsan? Kimdir bizi adam yerinə qoyanda? Yəni biz müharibədən məğlubuq. Sonra gəlirik nəyə? Süquta. Süquta gəlməmişdən əvvəl sizə bir ABŞ-ı deyim, bir İngiltərəni deyim, bir də İtaliyanı deyim. Sonra da dalıcan Belçikanı, Hollandiyanı, Finlandiyanı, Çexiya, Slovakiya və İsveçrəni deyim. Bunları əzbərləyin. ABŞ mənlə iqtisadi müqavilə bağlayıb. İngiltərə mənlə iqtisadi müqavilə bağlayıb. İtaliya mənlə həm iqtisadi, həm hərbi müqavilə bağlayıb. Bu dövlətlərin isə Bakıda diplomatik nümayəndəliklər var. Sadəcə Azərbaycana gəlib gedirlər. Azərbaycanı tanıyırlar. Təbii ki, Antantadan sonra tanıyırlar Azərbaycanı. Bunu da əzbərləyin. Əslində ard-ardınca olan ərazilərdə Çexiya, Slovakiya, İsveçrə, Finlandiya, Belçika, Hollandiya, Baltikanın ərazilər məsələn bunlardan. Sonra gəlir ki, 6-cı hökumətin çağırılması baş tutmadı, çünki daxili çəkişmə var idi. Gəlin indi əsas məsələyə. Azərbaycanda elə bir ki, gəlin xəritə kimi göstərim sizə burada. Buradan Ruslar gəlmək istəyirdi buradan. Amma bizim buramız çox qəşəngdir. Əks İnqilabi Komitə yaratmışıq 19-un yayında. Rus gələ bilmir. Qoşunun da burada qəşəng durub. Neyniyəcək? Qarabağda ermənilərə bir vız batacaq ki, təxribat törədin. Ermənilər də Qarabağda qəşəng təxribat törədəcəklər. Təxribat da nədir? Soyqırım. Hansı ki, mən onlara İrəvanı verəndə demişdim ki, Naxçıvanla Qarabağı unut. İrəvandakı Azərbaycanlılarla işin olmasın. Və Qarabağda təxribat törədir. 3 dənə döyüş var. Əskəran döyüşü, Şuşa döyüşləri, bir də Keşiş döyüşü. Bunların üçündə də biz qalibik. 2, 5, 9, 10 apreldə. Məsələn, sizə deyir ki, 2020-lə 1920-nin oxşar cəhəti nədir? Əskəran, Şuşa, hətta Xocalı da yazılır. Bu Əskəranın qabağında Xocalı da yazılır. Bu döyüşlərdə Azərbaycanın qalib gəlməsi. Rusiya gördü ki, bacara bilmir Azərbaycanlılarla. Erməniyə dedi ki, daha başqa bir taktika. Bir qismi yuxarı Qazaxa getdi, bir qismi Naxçıvana gəldi, bir qismi də Qarabağa. Elə bir xəritənin başı ayağı ortası. Azərbaycan qoşunu qaldı başsız. Ruslar da burada Yalamadan keçdilər. Xudat istiqamətində Biləcəri stansiyasına gəlirlər. Niyə gəlirsiniz? Dedilər, Osmanlı Mustafa Kemal bizi köməyə çağırıb. Gəlirlər. Biz dedik ki, gəlin, amma Bakıya girməyin də. Buradan qıra-qıra körpülər dağda-dağda gəlirlər. Bakıya girməyin. Gəldilər, gecə saat 11-də çatdılar Bakıya. Rəsulzadəyə dedilər ki, Azərbaycanı ya təhvil verirsən, ya da Bakı səhər qanun içində boğulacaq. Rəsulzadə və Rüstəmov bütün parlamentdə 120 deputatla elə birin sözün əsl mənasında çənə vururdu ki, bir daha yüksələn bayraq, bir dəfə yüksələn bayraq bir daha enməz demişdik axı biz. Ona görə də amma məcburiyyətdən belə deyək, Bakıda qırğın olmasın deyənə AXC-ni təhvil verdilər. Bir şərtlə ki, heç nəyimizə dəymirsiniz. Rus'a bunu demək olar. Rus da yalanlandı ki, hə, yaxşı. 11-ci Qırmızı Ordu, indi siz 23 fevral kişilər günü qeyd edirsiniz. Bax, bu 11-ci Qırmızı Ordunun yarandığı gündür. Gəliblər AXC-ni süqut edib cəmaatımızı qırıblar. Komünist Partiyası müvəqqəti olmalı idi. Deyirəm, 11-ci Qırmızı Ordu Bakıya girməsin. Komünist Partiyası müvəqqəti oldu, müstəqilliyimə toxunmasın. Hamısı da alt üst oldu. Hər şeydə alt üst eləyiblər. Azərbaycanı da məhv eləyiblər. Mənşəcə Tatarov var idi, Sulkeviç. O deyir ki, mən fəxr edirəm ki, Azərbaycan uğrunda ölürəm. Yaxşı, AXC süqut olundu. Sonra nə oldu? AXC süqut olunandan sonra Azərbaycanda Sovet hakimiyyəti quruldu. Azərbaycanın 3 dənə respublikası var. Birinci AXC-də 18-dən 20-yə. İkinci 20-dən 91-ə Azərbaycan SSR-dir. Üçüncüsü də 91-dən bugünə 3-cü respublikamdır. Sovet Respublikası quruldu. Bütün dünyanın gözü Rusdadır da, Lenindədir. Lenin elə eləməlidir ki, onu terrorist kimi görməsinlər. Yaratdı müvəqqəti İnqilabi Komitə ki, birdən Azərbaycan hakimiyyəti mənə təhvil verib, cəmaat mənə qarşı inqilab eləyər də. Amma qanunverici idi. Hətta tərkibində Azərbaycanlılar da var idi, o satqın Azərbaycanlılar. Sonra Azərbaycan Xalq Komissarlar Soveti təzədən bərpa olunda Nərimanov rəhbər oldu
Azərbaycanda ən böyük heykəl Bakıda Nəriman Nərimanovun heykəlidir, hansı ki satqın olubdu. Azərbaycanlı idi, rəhbər də Nəriman Nərimanov idi. Satqın deyəndə ki uşaqlar, yəni belə Sovetə işləyib də, satqın deməyək, Sovetə işləyib. Real deyildi. Müvəqqəti İnqilabi Komitə nə deyirdi, onu yerinə yetirirdi. Müvəqqəti İnqilabi Komitəyə də 1 il vaxt veriblər. 20-dən 21-in mayına kimi. 20-nin mayından 21-in mayına kimi hər şeyi milliləşdirməlidir. Bir dənə də partiya var, Kommunist Partiyası. Qanunverici Müvəqqəti İnqilabi Komitə, İcra edən Bakı Xalq Komissarlar Soveti, bir dənə də partiya Kommunist Partiyasıdır. Neyniyəcək? Birinci yerlərdə öz orqanlarını yaradacaq. Məsələn, bugün icra başçılar var. Bax, görürsünüz, prezidentin adamları da onlar. Prezidentin adamları da icra edirlər, işi yerinə yetirirlər. İkincisi, cəmaatı susturmaq üçün cəmaata torpaq verildi. Üçüncüsü, Azərbaycan ordusu ləğv olunub, yerində 11-ci qırmızı ordu yaradıldı. Bütün rütbələr falan hamısı ləğv olundu. Söz vicdan azadlığı, hər kəs güya danışa bilər, güya da. Xalq məhkəmələri, fövqəladə komissiyalar, polis, milis sistemi yaradıldı. Sonra da keçdilər sərvətimizi, neftimizi, zavod, fabriklərimizi, bankımızı, zadımızı, hər şeyimizi milliləşdirdilər. Keçirdilər öz hesabına. Bəs biz sustuq, heç nə eləmədik, elədik. Üsyan Gəncədə, Qarabağda, Zaqatalada, Şəkidə, Şəmkirdə, Lənkəranda. Ən seçilən Gəncə ilə Qarabağdır. Səbəb odur ki, burada hərbiçilər iştirak ediblər. Bu üsyanlarda, yəni ayrı-ayrılıqda oxuyacaqsınız. Hərbiçilər iştirak ediblər. Hətta Qarabağ üsyanına Nuri Paşa rəhbərlik edib. Nuri Paşanın rəhbərliyi altında Qarabağda 3 dənə ərazi azad olunub. Baş hərflə yazsaz Taş alınır. Tərtər, Ağdam, Şuşanı azad edib. Amma nəticə Sovet Rusiyası Azərbaycana yiyələnib. Bu hissələri elə də öyrənməyiniz vacib deyil. Əsas bu üsyanların ilini bilin, səbəbini bilin, bəs eləyir. Digər üsyanı, məsələn, Zaqatala üsyanında vaxtı ikən Çara xidmət eləyən, indi Sovetdə axı, Çara xidmət eləyən Hafiz Əfəndinin Əhmədiyev idi. Şəkidir, Şəmkirdir, məsələn, Molla Cümə, bu aşıq olub. Bunu da belə öldürüblər. Sonra Şəmkir, Lənkəran üsyanı filan peşməkan. Bunlar buraya qədər öyrənərsiniz, üsyanlara qədər. Rəhbərlərdən də ki, Mircəfər Bağırov, İmam Mustafayev, Axundov, Əliyev, yenə də Kamran Bağırov, Əbdurrəhim Vəzirov, Ayaz Mütəllibov, bunlar da ayrıca yenə bir dərs kimi öyrənəcəksiniz. Hələ ki, bu qədərini öyrənin, kifayətdir.